Əvvəlcə Excel-imizi nəzərdən keçirdək. Gördüyünüz kimi ilk 5 sətr bizdə lazımsız və boşdur, yəni silinməlidir. Növbəti sətirdən sütun adlarımız görünür. 7-ci sətirdən başlayaraq isə bizdə əsas datalarımız bu hissədə saxlanılır. Maşınlar haqqında olan bir datasetdir. Maşınların əsas xarakteristikaları görünür. Məsələn, markası, modeli, qiyməti, mühərriki və sair digər əsas eee, məlumatlar görünür. Power Query-yə keçsək, eee, Reduce Rows bölməsi haqqında danışacağıq. Görünürdə iki əsas hissədən ibarətdir. Keep Rows və Remove Rows. Keep Rows hissəsinə keçsək, burada biz 5 dənə funksiya görmüş olacağıq. Keep Top Rows nədir? Top yəni üst deməkdir. Üst hissədən bizdə neçə sətr saxlamalıyıq, onu göstərir. Məsələn, 10 yazsaq, üst hissədən bizə 10 sətr saxlamış olur və etdiyimiz hər bir əməliyyat Applied Step hissəsinə düşür. Məsələn, Keep First Rows və geri qayıtmaq istəsək, Ctrl-Z bu pəncərədə işləmir. Sadəcə qarşısındakı işarəyə basmağımız kifayətdir. Geri qayıdır. Daha sonra bottom isə bizdə aşağı deməkdir. Yəni ən aşağı hissədən neçə sətr saxlamalıyıq, onu yazacağıq. Keep range of rows isə bizdə bir aralıq təyin etməyimizi istəyir. Bizdə əsas data məsələn 6-cı sətirdən başlayır. Bura 6 yazırıq, yəni ilk sətrimiz 6-cı sətr olacaq və 6-cı sətirdən başlayaraq 10 sətr bizə göstərir. Gördüyünüz kimi 6-cı sətirdən başladı və 10 sətr göstərdi. Keep duplicates əmrini isə başqa bir datanın üzərində göstərəcəm. Gördüyünüz kimi burada adlar, şəhərlər və maaşlar görünür. Aysel, Kamran, Murad və Nigar hər birindən 2 sətr görünür və təkrardır, yəni duplikatdır. Bu hissəyə keçid edib keep duplicates etsəm, Fuad və Elvin görünmür, çünki onlar bir sətr idi. Sadəcə dublikat olanlar görünür. İndi isə sonuncu əmrimiz keep errors. Bu hissədə görürsünüz ki, bu sətrimizdə, bu sütunumuzda error var. Yəni qırmızı işarədən görünür. Həmçinin 2% error yazısından görə bilərik. Biz gəlib buradan keep errors etsək, həmin error olan sətirlər bizdə görünəcək sadəcə və Applied Step hissəsinə düşür. İndi isə Remove Rows haqqında danışaq. Bu isə silinmələrlə bağlıdır. Remove Top Rows bassaq, bizdə məsələn 1, 2, 3, 4 sətr silinməlidir. 4 yazırıq və 4 sətrimiz silindi. Daha sonra ilk sətrimiz bizdə sütun adlardır. Bu əmrdən istifadə edəcəyik və bunun haqqında növbəti dərsdə danışacağıq. Və ilk sətrimiz bizdə sütun adlarına çevrildi. Bottom isə bizdə ən aşağı hissədən silinməli olduğu sətr sayını göstərir. Alternate isə həmçinin aralıq təyin etməyimizi istəyir. Remove duplicate hissəsinə buradan keçid edək. Aysel, Kamran, Murad və Nigar dublikat olunmuş sətirlərdir. Remove duplikat etsək, birdən çox olan sətirləri sadəcə bir dənəsini göstərir. Məsələn, Aysel 3 dənə olsaydı, yenə birini görünəcəkdi. Elvin və Fuad bir dənə idi. Digərləri də həmçinin birdən çox olduğuna görə sadəcə bir dənəsi görünür, digərləri silinir. Blank rows isə bizdə boş sətirləri silir. Remove errors nədir? 120 sətrimiz var ümumilikdə və 3 sətrimizdə error görünür. Gəlib bu hissədən remove errors etsək,
3 sətrimiz silindi. Gördüyünüz kimi bu hissədə düşür və 117 sətrimiz qaldı. Remove rows ümumilikdə neçə sətr silinməlidir, neçə error silinməlidir, daha doğrusu errorlar silinməlidir, bunu göstərir. Keep rows isə neçə sətri saxlamalıyıq, errorları saxlamalıyıq və ya duplikatları saxlamalıyıq, bunları göstərir.